Salam hörmətli izləyicilər. Burada siz bir kitabın üzünü görürsünüz. Günlərin bir günündə belə bir söz eşitdim. Belə bir ad eşitdim. O qurbağanı ye. Və mənə çox maraqlı gəldi. Getdim həmin kitabı aldım, oxudum və çox da maraqlı kitabı idi. İstədim ki, öz bildiklərimi, bu kitabdan öyrəndiklərimi sizinlə bölüşüm. Çünki bilirəm ki, çox insanın kitab alıb oxumağa vaxtı yoxdur. Bəzilərinin səbri, hövsələsi yoxdur. Ona görə də istədim ki, qısa videolarla burada Brian Tracy'nin bizə vermək istədiyi üsulları sizə öyrədim. Siz də həmin üsullardan istifadə edin. Əvvəlcə baxaq görək Brian Tracy nə yazıb burada. Kitabın üzünü oxuyaq, sonra bu qurbağa nə deməkdir ondan sizə danışım. Bu kitab sizin iş bacarığınıza və əldə edə biləcəyiniz nəticələrə güclü təsir edəcək. Yəni sizin qarşınızdakı hədəfə daha tez çatacaqsınız, daha gözəl formada çatacaqsınız. Və hətta nə yazılıb? Az vaxtda daha çox iş görmənin 21 üsulu. O qurbağanı ye nə deməkdir bəs? Qurbağa deyəndə Brian Tracy işlərimizi nəzərdə tutulur. Biz bilirik ki, hər bir şəxsin səhər durandan sonra müxtəlif işləri olur. İstər məktəbli olsun, istər tələbə, böyük insan, iş adamı fərqi yoxdur. Gündəlik bizim görəcəyimiz işlər var. Hər zaman insanlar o böyük işləri girişməyə çətinlik çəkirlər. Biraz sonraya saxlayırlar. 1 saat sonra, 2 saat sonra artıq axşam olur, qalır sabaha. Amma Brian Tracy deyir ki, bu kitabında siz ən böyük işinizi, ən böyük qurbağanı birinci yeyin. Yəni ən böyük işinizi birinci görün. Səhər duran kimi ən çətin işinizi birinci görsəniz, digər rahat işləri ardıcıl asanlıqla görəcəksiniz. Həm qəlbən rahat olacaqsınız, özünüzə güvənəcəksiniz ki, mən ən çətin işi yerinə yetirmişəm. Digər işlər isə ardıcıl olaraq yerinə yetirəcəksiniz. Birinci, deməli, onun tövsiyəsi budur. Ən böyük işi birinci yerinə yetirin. Və bu kitabda Brian Tracy 21 üsul verib bizə. Bu 21 üsulu ardıcıl şəkildə yerinə yetirərək biz öz hədəflərimizə çata bilərik. Mən istəyirəm ki, bu videolar seriya şəklində, bölümlər şəklində, silsilə şəklində olsun. Hər gün bir dənə qısa videoya baxın, hər gün bir üsuldan danışaq və siz oradakı tapşırıqları yerinə yetirin. Yəni bu videolara mən istəyirəm ki, siz kör-körənə, sonra boş-boşuna baxmayın. Hər günkü tapşırıqları yerinə yetirin. 21 üsuldan sonra görəcəksiniz ki, artıq hədəfinizə necə tez yaxınlaşmaq lazım olduğunu tamamilə bilirsiniz və yaxud yaxınlaşacaqsınız. Əgər bu tapşırıqları tam şəkildə yerinə yetirsəniz, öz hədəfinizə yaxınlaşacaqsınız. Bugünkü videomuz bu qədər olsun. Sabah sizə ilk birinci addımın tapşırıqlarını verəcəm. Bununla da biz hədəfə doğru addımlayacağıq. Sağ olun.